Getdik 3 2 1. Bir şeyə bəylərdən danışıq. Haydi kamerada. Konsaltinq sadəcə məsləhət vermək deyil, bu biznesin zəif tərəflərini görmək və qəbul etmək prosesidir. Çox vaxt komandalar hər şey qaydasındadır deyir, amma əslində problem göz önündədir. Bu mərhələdə özünüzə qarşı obyektiv olmalısınız. Strategiya tətbiqə keçmirsə fayda vermir. Hər bir tapşırığın öz sahibi vaxtı ölçü nəticəsi olmalıdır. Biz yalnız nə etməliyik deyil, kim necə etməlidir deyil. İlk işimiz şirkəti dinləməkdir. Rəqəmlər, proseslər, insanlar, müştəri. Konsaltinq ilk növbədə necə düzəldək deməkdən əvvəl problem nədir sualını cavablayır. Konsultant rəqib deyil, katalizatordur. Bəzən komandalar düşünür ki, konsultant onların yerinə qərar verəcək. Əslində o komandaya dəstək verir, potensial açır, öyrədir. Bizi dəyişirlər yox, biz dəyişə bilərik deyəndə hər şey başlayır. Konsaltinqin uğurlu nəticələnməsi üçün biznes özü də buna hazır olmalıdır. Biz bəzən görürük, sahibkar özü həvəslidir, çalışmaq istəyir, lakin komandalar buna hazır deyirlər. Belə də olanda strategiya kağız üzərində qalır və iş real nəticə çevrilir. Sahibkar və komanda dəyişməyə hazırsa, konsaltinq sadəcə məsləhət deyil, dönüş nöqtəsidir. İnkişaf həmişə doğru sual verməklə başlayır. Biz məsləhət vermirik, biz həll gətiririk.